Bilirsənmi ki, bu sviter bütün dünyada kişilər arasında ən populyar sviterlərdən biridir. Səbəbi isə onun çox universal olmasıdır. Bu uzunboğaz sviterdir, yəni vadalaska. Amma klassik vadalaskadan fərqli olaraq bunun boğaz hissəsində yarım zəncirbənd var və bu da onu çox rahatca müxtəlif şəkildə ayarlamağa imkan verir. Onu tam bağlayaraq boğazı bağlamaq olar. Açanda isə altındakı geyim də görsənir. Bunu sərbəst şəkildə də geyinmək olar, yəni heç nəsiz. Casual obrazlar üçün t-shirtlə, smart casual obrazlar üçün isə köynəklə geyinmək olar. Kostyumla və pencə ilə də geyinmək olar. Hətta onu klassik kostyumla və qalstukla da, klassik köynəklə də dəstləşdirmək olur. Onu ofislərə, müxtəlif tədbirlərə, gündəlik həyatda isə istifadə etmək çox gözəl bir obraz yaradır. Hətta bu şəkildə iş görüşmələrinə və şəxsi görüşmələrinizdə istifadə edə bilərsiniz və çox kreativ və gözəl görsənəcəkdir. Bəs sizin belə bir sviterə münasibətiniz necədir? İstifadə edirsiniz yoxsa yox?